Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Xuz min amvalihim sadaqa." Onların malından sədaqə götür. Nə qədər götür? Xuz min amvalihim sadaqa. Nə qədər götür? Məsələn, biri ticarətçidir. Nə qədər götürən o malından? Desə ki, nə qədər götürürsən götür. Sual verəcəyik. Quran hədd qoyubmu? Nə qədər? Allah Teala buyurur Məaric surəsində. وَالَّذ۪ينَ ف۪ي اَنْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ. Onların mallarında məlum olan bir haqq var. لِسَّائِلِ وَالْمَحْرُومِ. İstəyənə və kasıba. Məlum olan bir haqq var. Nədir o məlum olan haqq Quranda? Allah deyir ki, وَفِي اَنْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ. Onların mallarında məlum bir haqq var. Onu kasıblara verməlidirlər. O haqq nə? Allah deyir, haqqun məlum. Məlum haqdır. Bilinən haqdır. Nə qədər götürmək lazımdır. O məlum hardadır Quranda? Əgər sünnəsiz götürürsənsə, Allah deyir ki, onların mallarında məlum olan bir haqq var. Məlum olan haqq. Haqqun məlum. Lis-saili vel-məhrum. İstəyənə və məhrum olana, yəni kasıba. Haqqun məlum. Məlum haqdır. Hardadır o Quranda o məlum haqq? Və kimdə nə qədərdir? Sən sünnəyə dönməsən, bu məlum olan haqq sənin üçün məchul qalacaq. Çünki sən sünnədən biləcəksən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nəyin nə qədər zəkatı olmasını və nədən nə qədər çıxardılmasını bəyan edib. Yoxsa sən bilməyəsən, sənin malında məlum olan haqq nədir ki, o kasıblara və ehtiyaclılara verilməlidir.